Dadı bir başka olur. Dodağım büzüştürür. Vallahi. Ne reçepi? Gülden. Aa, xəstə də o deyirsən. Bak görürsünüz, mən bax şu 12'den sonra baxdım. Mənə gəlir. Mənə gəlir. Məndə var da 12'den sonra mən baxdımdı. Bilmirəm, oxşamışlar mı? Ağzımın danışığını bilə, düdük. Mən dağlıyam, amma Talışdan qələtini eləmə, düdük köpüyü oğul. Talışlar, öpərəm siz, canımsız. Toğlu it. Atdı onu bloka, Səli. Ezik sağ ol, atam. Səli, at onu bloka. Resept. Bu ne etidir? Dana. Deyəsən danadır. Kuzu deyil, danadır. Danadır. Sümüksüz. Qormuşam. Nüşkürürsünüz. Ətləri mən çaşdırıram da tüklərdən kuzudur da, ama kuzu deyil, kuzu deyil. Kuzu deyil. Vallahi bilmirəm, Türklərdən almışam. Mən ətlərin adını bilmirəm. Bir dənə toğu fərqləyə bilirəm. Bir də bu qara əti gedirəm. Məsəl üçün Türklərə qoyun kestirirəm yarım dənə. Sonra onları xırda-xırda doğrayıram, kloklara yığıram oram. Bu səfər ama gedəndə bu ət xoşuma gəldi. Dedim yağlı yerindən ver, qoğurma eləyəcəyəm. O da çıxartdı bunu verdi. Deyəsən danadır, amma quzu deyil. Quzu ətini bilirəm. Hə, danadır. Dana ətidir. Dana Almanca nədir qızlar? Qızlar, dana Almanca nədir? Allah güclərimizi ağıl versin. Rind, hə. Ay sələ rinddir, rind, hə. Yo, mən baxdım, yemirəm dayı. Beləyəm də. Was ist du? Dana. Pəncərəni açmışam mən. Boy, bağlamaqdan açmışam. Ay, səni yerə soxum Arzu. Evin içi qalıb bayırda, özü qarajımın işığı yanır. Bismillah, bismillah. Allah, gördülər tək. İndi bağladım. Qarajımın işığı yanırdı. Kimsə yəqin keçib avtomatik yanıb. İt getdi. İt yuxarıda itin isti göndərdim də. Partladım уже все. Onu yiyəmərəm. Öldür yiyəmərəm. Nə qədər ihtimal az. Vallahi. Sarımsaq bir sən neynir indi qarnında. Resept. Hə. Deməli 1 kilo dana xırda doğramışam. 6 dənə də soğan. Belə soğanlar. Soğan koyuram. Dananın da suda biraz. Birinci koyuram soğanı. Dananı da tökürəm. Cüzi biraz üstüne su alıram. Su aldım. Suyunu çekir. Suyunu çeken aslında var ki orada. Suyunu çekenden sonra kartoşkanı xırda ezik sağ ol atam xırda doğrayıram. Kartoşkanı da tökürəm içine. Sonra pomidoru soyuram. 2 dənə pomidoru soyuram. 2 dənə pomidoru soyduqdan sonra qabığını xırda doğrayıram lap axırda. Biraz da keşniş doğrayıram lap axırda. Axıra yaxın pörtülən suyunu çəkəndən sonra pomidoru tökürəm.
Sonra pomidoru tökəndən sonra duz, istiyot, paprika tozu çox önəmlidir. Ayda isteyi bağlayamıram. Paprika tozu, sarkök. Ay sizin mən atabatovuza. Gör nə qədər istey atdılar. Bak öncə sırtıqlı bağlayamıram. X eləyə bilmirəm. Necə sırtıqdılar ha. Hə. Sonra pişmişə yaxın biraz da su alıram üstünə. Cuzi. Sonra keşmiş ağzını bağlayıram. Qoyuram orta dərəcədə. Hələ orta dərəcədə pişirirsən. Zaten yüksekdə yox. Sonra belə çıxır. Mən üstünə mais vururam. Kukuruz. Belə. Biraz da üstünə simitan. Olur ləbləqusa. Bugün papam da bizdeydi, gəlmişdi abi də. Mamam gəlinlə getmişdi shoppinga, anam. Atamla qardaşımın oğlu bizdeydi. Yumurta nə gezir az burada? Cücüdü ki bu. Az yumurta vururlar, qoğurma, soğutmada, qoğurmada nədir ona? Yumurta. Yumurtanı mən bilsən necə eləyirəm? Yumurtanı bilsiniz necə eləyirəm? Aşla. Onu nə deyirlər? Çığırtma deyirlər. Biz bakılar onu çox eləyirik. Demək necə eləyirəm? Aşı süzürəm qıraqda. Qıraqda bir dənə deyim, sən bil. Bilsən necə? Allaha and olsun qızlar, onu pişirin. Sən onun da azmındıq. Qulağım qaşındı. Qulaq az. Hə. Onu bakılar eləyir. Çığırtma eləyirlər. Arısı var. Demək necədir? Edik sağ ol atam. Demək necə olur qızlar? Soğan, qəşən qoğurursan, çoxlu soğan. Götürürsən bir dənə toğu, qəşən xırda doğrayırsan toğu. Doğradın, qoyursan, atırsan soğanın içinə. Soğanla qəşən pişirirsən onu. Pişirirsən, duz, istiyot, qəşən duz istiyotunu vırdın. Bir 4-5 dənə də yumurta. Çalırsan belə, çalırsan. Tökürsən onun üstünə, yumurtanı, toğun üstünə. Toğun üstünə tökdün. Toğun üstünə tökdün. Ağzını bağlayırsan, yumurta ilə qəşən pişirdin, qaldı. Onu aşın altına da yığa bilərsən. Aşı üstündən. Belə də. Amma mən məsələm elə edirəm. Aşı eləyirəm, sonra götürürəm toğla elə oradan üstünə. Çox dadlı olur, çığırtma. Onu bakılar eləyir. Çox dadlıdır. Bir dənə pişirin, sonra görüncə yiyəcəksiniz. Az pomidor nə gezir orada? Allah haqqı çox da.